Salam, uşaqlar salam. Vaxt vardı mən 18 il türmədə fikirləşirdim ki, açansa gün gələcək, qapılar açılacaq. Mənə də gəlirsən, sərbəstsən, azadsan. Çıxacağım azadlığa. Ürəyim istədiyi kimi yaşayacağım. Deyib güləcəyim. Demək ki, elə türmə ömür boyu mənim taleyimə yazılıb. Fərqi yoxdur. Hara gedirəm, hər yer türmədir. Ancaq mən düşünürəm ki, tək mənim üçün belə deyil. Bir çox insanlar üçün doğrudan bu yer kürəsi türmədir. Yəqin ki, sərbəst qalmaq üçün, azad olmaq üçün ya da ki, heç kimin asılı olmayasan, heç nədən çəkinməyəsən, azad firavan yaşamaq üçün bu yer kürəsində elə bir yer yoxdur. Yəqin ki, elə bir yol var da. Görün Allah'ın işine bakın ki, görün bu dünyanı necə yaradıb Allah Teala. Sen doğul dünyaya gel, o günden nöker, kul. Ya da ki sürün giden, yaşama giden. Ancak ölüp gidenden sonra sen gidersen cennete ya da cehenneme. Maraklı da elədi mi? Çok təəssüf. Ben her gün fikirləşirəm ki, neyse gözləyirəm, her gün gözləyirəm ki, sabah açılacaq, neyse bir şey olacaq, neyse bir yenilik olacaq, neyse bir yaxşı bir gün olacaq. Ancaq o yaxşı gün gelmir ki, gelmir. 72 yıl, 72 yıl gözledim, gelmedi. Şimdi bilmirəm gözləməyə nə qədər vaxt Allah izin verir mənə. Bəlkə də heç gözləməyə nə değməz. Axı kimi gözləyirəm, nəyi gözləyirəm. Əgər bir gözlədiyin şey ki, sən o ruhunda yaşayırsan, sen onu görmürsən, gözləyirsən, bitmir ki, bitmir. Sonu yoktur bu gözlemeyin. Eyni gün, eyni saat, eyni dəqiqə, eyni aylar, eyni iller değişmeden devam ediyor. O da ki, belki de kimse var bu dünyada da ondan razı olan, hoşbəxt olan, hoş gün geçiren, yaşayan, sevinen, deyip gülen. Belki de var. Belki de ne var, çoktu var. Bilençileri çoktu. Ancak sürünenler de az değil. Eğer biz götürsek onları koysak teraziye, yaxşıyla yamanı. Yaman bu yaxşını elə çəkəcək ki, sokacak yerin altına. Çünkü dünya onlarındır. Ancak neyse bu dünyada deyip gülen, kanunlar yazan, ne bileyim neyse, her gün yeni bir heykeller düzüp koşan, hamısı boş şeydi. Hamısı boş şeydi. Kimse xoşbəxt yaşayırsa, deməli, bacarır yaşayır da, bacarana başı qurbandır. Odur ki, biz bacarmırıq bu dünyada yaşamaq. Yəqin ki, ne eləməliyik? Kasıbçılığın evini Allah yıxsın. Elə yıxıb da ona göre kasıb heç vaxt yaşamayacaq. Melek qəbristanlığa gedene kadar o sürünəcək. Neyse gözləyəcək. Sabah yaxşı olacaq, sabah yaxşı olacaq.
Sabah sabah sabah. Yaxşı olacaq. Haçansa yaxşı olacaq.